Əslənliklə salam, necəsiniz? Mən bugün sizinlə Babək barədə danışmaq istəyirəm. Babək özü Ərdəbilin Biləbad kəndindən olub. Babək adı türk kökənli, türk mənşəli bir təxəllüs idi. Əsl adı Həsən idi. Özü müsəlman idi və hərəkatı xürçülük, yəni azadlıq hərəkatı idi. Eləcə də Babəkin apardığı mübarizə, cəng, müharibə. Əslənliklə salam, necəsiniz? Mən bugün sizinlə Babək barədə danışmaq istəyirəm. Babək özü Ərdəbilin Biləbad kəndindən olub. Babək adı türk kökənli, türk mənşəli bir təxəllüs idi. Əsl adı Həsən idi. Özü müsəlman idi və hərəkatı xürçülük, yəni azadlıq hərəkatı idi. Eləcə də Babəkin apardığı mübarizə, cəng, müharibə.